Bütün ömrüm demək, ağlım kəsməyəndən, təxminən 6 yaşımdan ilk tamaşadan başlayıb bu teatr. İlk mərhələdə bu sadəcə olaraq ofsun olub. Yəni ilk tamaşadan sonra ofsunlanmışam, yəni teatrla. Evə gəlib artıq öz teatrımı yaratmışam, aktyor olmuşam, rejissor olmuşam. Sonra bu müəyyən dövrlər keçib, məktəb illəri gəlib, orada da yəni öz teatrım olub. Yəni tamaşalar hazırlamışam həmişə və həm də aktyorluq. Əsas 3 mərhələdir. Özünü təsdiq edir, özünü ifadə və ən çətin mərhələ teatra ibadətdir. Yəni bu hər adama qismət olmayır, bu hər yaradıcıya ki özünü həsr eləsin. Bir var teatr özünü həsr edirsən, bir var özünü teatr həsr edirsən. Özünü həsr edəndə artıq ibadət mərhələsi başlayır. Bu müəyyən tuxta vaxtlardan, 50 yaşından təxminən belə başlayır ki, artıq başa düşürsən teatr nədir. Artıq buna elmi baxırsan. Piyes yazanda da mən bir dramaturg kimi ilk növbədə məni nə cəlb edir, cəmiyyətdə nə cəlb edir və bu oyunu mən necə qururam. Yəni bu oyun qurulur. Hər bir istəyir istedadlı dramaturg, istəyir istedadsız dramaturg oyunu qurur. Və məndə də ilk növbədə dramaturgiyanın oyunu cəlb edir. İstəyir Şekspiri quranda oradakı oyun, Çexovu quranda oradakı oyun biraz mürəkkəb olur ki, o oyunu tapmaq ki, bu hansı oyunu verir. İlk növbədə oyun, rejissor, rəssam və bəstəkar. Yəni ilk növbədə hamısı tamaşaya xidmət eləməlidir. Yəni rejissorun fikrinə, duyğularına, mən peşəkar rejissordan, bu peşəkar rejissordursa, orada rəssam işi heç vaxt belə dekordan ibarət olmuyor, xüsusilə müasir teatrda. Bu dekor artıq sözü bir növ, artıq mənə gəlir dəbdən düşmüş bir sözdür. Artıq o aktyor oyununa kömək edən bir şey, rejissorun fikrinə qaldıran, onun fikrini biraz genişləndirən, onun fikrini hətta mən deyərdim rəmzləşdirən bir şey olmalı. İstəyir bəstəkarla, istəyir rəssamla. Aktyorsuz teatr yoxdur. Yəni rejissor necə dahi bir rejissor olsun, aktyorla işləməlidir. İstədin, istəmədin bu aktyordur. Və həm də rejissor aktyoru yetişdirməlidir. Aktyoru onun imkanlarını açmalıdır, onu ucaltmağı bacarmalıdır və sevməlidir. Çünki ilk növbədə rejissorun fikrini rəssamdan da qabaq, bəstəkardan da qabaq, hamından qabaq, dramaturqdan da qabaq, rejissorun fikrini ancaq aktyor ifadə edə bilər. Heç bir nədənsə istifadə edib, kinoda eləmək olar hansısa bir. Adı teatrda aktyorsuz və rejissorun aktyora münasibəti məhəbbət üstündə qurulmursa, yəni bunu bir aktyor kimi sevmirsə, mən inanmıram ki, mükəmməl bir tamaşa olar. Hal-hazırda mən demək Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar, təkcə 125 il yox, ümumiyyətlə mən bunu qurmaq istəyirdim. Sadəcə olaraq 125 illiyinə təsadüf eləyir. İblis əsərinin üzərində işləyirəm. Yəni hal-hazırda onun məşqləri gedir. Çox güman ki, noyabr ayının sonlarında bunu təhvil verəcək. Tamam başqa bir janrdır. O da yəni gördüyümüz iblislərdən bir qədər fərqlənəcək. Bu tamaşanın janrı maskaraddır. Yəni bütün əhvalatlar, yəni Hüseyn Cavidin piyesindəki əhvalatlar tamaşada maskaradda baş verəcək. Yəni ki, insanlar maskarad oynayırlar, maskaraddadırlar və bu faciələr də bu maskaradın içində davam edir. Yəni bu mənim o duyğular ki, yoxdur, həyatdan alırsan, onların nəticəsində gəlib bu qərara gəlsə, mən belə bir tamaşa. Əlbəttə, hər bir tamaşada maskarad eləmək mümkündür. Bu material, yəni Hüseyn Cavidin piyesi imkan verir ki, burada maskaraddan mən istifadə edirəm. Belə bir janr.